Dəridə olan ləkələr insanlarımız üçün böyük bir problemdir və onu təmizləmək üçün sizə bir neçə məlhəm deyəcəm. Götürürsünüz, soğan doğrayırsınız və onu sürkeçdən keçirirsiniz, suyunu sıxırsınız, şirəsini. Bir hissə soğan şirəsinə 2 hissə alma sirkəsi qatırsınız. Alma sirkəsi mütləq keyfiyyətli olmalıdır. Ondan sonra onu həmin ləkələr olan yerə çəkirsiniz, salfetlərlə də qoya bilərsiniz, qalsın orada və təbii 1 saatdan sonra onu silirsiniz, dərinizi təmizləyəcək. Başqa bir məlhəm də deyirəm, götürürsünüz 40 qram təzə şor, içərisinə qatırsınız 3% Perexdən 1 xörək qaşığı, sonra ləkələr olan yerləri yaxşı onunla masaj edirsiniz, yedizdirsiniz, axırda da bir hissə yenə bağlayırsınız, üstündə qalır, sonra 20 dəqiqədən sonra açırsınız. Bir məlhəm də deyim, insanlarımız, xüsusilə yaşlı adamlarda görürsən qoltuq altında, qasıq nahiyəsində qara çoxlu pigment dəyişikliyi olur, ləkələr olur, pigmentasiya çoxalır. Onlar utanırlar, onun əvəzinə götürürlər gündəlik hər gün limon çəkirsiniz, şirəsini, təzə limon şirəsini, elə özündən limon kəsib və bir müddətdən sonra görəcəksiniz ki, o ləkələri təmizlədi. Axırıncı da götürürsünüz cəfəri bitkisini, onu da xırdalayır, blenderdən keçirirsiniz, horu halına gəlir, onu da yenə ləkələr olan yerə qoyursunuz, ola da ləkəni təmizləyir. Sağ olun, görüşənədək.